Salam, hörmətli izləyicilər. Mən sizə bugün həqiqətən də hər birinizi, xüsusilə də pensiyaçıları maraqlandıran, hətta bəlkə də bir çoxunuzun yuxusunu ərşə çəkən bir xəbərlə gəlmişəm. Əgər siz pensiyaçısınızsa və ya ailənizdə pensiyaçı varsa, yaxud da pensiyaçılara dəstək olmaq istəyirsinizsə, bu məlumat sizin üçün həyati əhəmiyyət daşıyır. Bu, sizin büdcənizə birbaşa təsir edəcək. Hər ay ödəmək məcburiyyətində qaldığınız xərclərdən azad olmaq imkanı yaradacaq bir dəyişiklikdir. Təcili şəkildə bildirim ki, bu video sizin üçün kritik əhəmiyyət kəsb edir. Hər bir kəsə aiddir və sonuna qədər diqqətlə izləməyinizi xahiş edirəm. Elə indi videoya başlamadan öncə bu dəyərli məlumatları qaçırmamaq üçün kanalıma abunə olun və bu videonu bəyənin ki, daha çox insana çatsın. Çünki bu xəbər sadəcə bir elan deyil. Bu, qanunvericilik səviyyəsində edilmiş ciddi bir qərardır və onun detallarını bilmək hər bir pensiyaçın üçün zəruridir. Problemin mahiyyəti əvvəllər necə idi və indi nə dəyişib? Biz hamımız bilirik ki, həyatımızın müəyyən bir mərhələsində pensiyaya çıxdıqdan sonra gəlirlərimiz əhəmiyyətli dərəcədə azalır. Lakin yaşayış xərclərimiz, xüsusilə də kommunal xidmətlər üçün etməli olduğumuz ödənişlər heç də azalmır. Bəzi hallarda isə artır. İllərdir ki, pensiyaçılar üçün kommunal ödənişlər, elektrik enerjisi, təbii qaz, su, məişət tullantılarının daşınması, lift xərcləri və digər mənzil kommunal təsərrüfatı xidmətləri böyük bir yük idi. Hər ay gələn qəbzlər bir çox pensiyaçının, xüsusən də tək yaşayan və ya aşağı pensiya alanların ürəyini sıxırdı. Pensiya gəlirləri ilə bu ödənişləri tam şəkildə ödəmək, eyni zamanda dərman almaq, ərzaq təmin etmək və digər gündəlik ehtiyacları qarşılamaq həqiqətən çətin bir tarazlıq oyunu idi. Bir çox pensiyaçı bu ödənişləri gecikdirmək məcburiyyətində qalırdı. Bu isə öz növbəsində cərimələrə, faizlərə və bəzən hətta xidmətin dayandırılması təhlükəsinə gətirib çıxarırdı. Bu vəziyyət pensiyaçılarımızın sosial rifahını əhəmiyyətli dərəcədə aşağı salır. Onları daim bir maliyyə narahatlığı içində saxlayırdı. Amma indi vəziyyət köklü şəkildə dəyişib. Xəbər budur ki, bu yaxınlarda qəbul edilmiş qərarla pensiyaçılar aprel ayından etibarən müəyyən kommunal ödənişlərdən tamamilə azad edilmişlər. Bu, sözün əsl mənasında minlərlə pensiyaçının büdcəsində hiss olunacaq bir rahatlama yaradacaq. Onlara əlavə maliyyə yükündən qurtulma imkanı verəcək. Bu qərar, dövlətimizin pensiyaçılarımıza qarşı sosial siyasətinin vacib bir elementidir. Onların yaşam keyfiyyətini artırmağa yönəlmiş mühüm bir addımdır. Bu dəyişiklik, pensiyaçılarımızın hər bir ay ödəmək məcburiyyətində qaldıqları o böyük qəbzlərdən bir qismini, bəzi hallarda isə tamamilə azad olmağa imkan yaradır. Bu, sadəcə bir güzəşt deyil, bu, pensiyaçılara göstərilən böyük bir dəstəkdir. Əsas hissə 1. Ətraflı izahat. Nəyi bilmək lazımdır? Kim narahat olmalı? Kim olmamalı? İndi gəlin detallara keçək. Bəs bu qərar konkret olaraq hansı ödənişləri əhatə edir? Və kim bu güzəştdən yararlana bilər? Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, sözügedən güzəşt kommunal xidmətlər üzrə müəyyən ödənişlərə şamil edilir. Bunlara adətən elektrik enerjisi, təbii qaz və su təchizatı xidmətləri daxildir. Lakin burada bir vacib nüans var. Bu azad etmənin həcmi və konkret əhatə etdiyi xidmətlər bölgədən bölgəyə, hətta yaşayış yerinin tipindən, şəhər, kənd, çox mənzilli bina, fərdi ev, asılı olaraq dəyişə bilər. Buna görə də hər bir pensiyaçı öz bölgəsində qüvvədə olan dəqiq qaydaları öyrənməlidir. Kimlər narahat olanlı? Əgər siz bir pensiyaçısınızsa və indiyə qədər hər ay bu kommunal ödənişləri ödəməkdə çətinlik çəkmisinizsə, yaxud da sadəcə hər ay büdcənizdən əhəmiyyətli bir hissənin bu ödənişlərə getdiyini görmək sizi narahat edirdisə, onda bu məlumat tamamilə sizin üçündür. Siz bu güzəştlərdən tam şəkildə yararlanmaq üçün müəyyən addımlar atmalı olacaqsınız. Həmçinin, əgər siz pensiyaçı deyilsiniz, lakin yaşlı qohumlarınız, valideynləriniz, nənə-babalarınız varsa, onların bu məlumatdan xəbərdar olduğundan və güzəştdən istifadə etdiklərindən əmin olmaq üçün narahat olmalısınız. Onlara bu videonu göndərin və ya özünüz kömək edin. Kimlər narahat olmamalı? Bu güzəşt heç də bütün ödənişləri əhatə etməyə bilər. Məsələn,
İnternet, telefon, kabel televiziyası kimi xidmətlər adətən bu kateqoriyaya daxil deyil. Həmçinin, əgər sizin gəlirləriniz pensiya xaricində də kifayət qədər yüksəkdirsə və kommunal ödənişləri ödəməkdə heç bir çətinlik yaşamırdınızsa, bu güzəşt sizin üçün o qədər də kritik olmaya bilər. Lakin hər halda büdcənizə müsbət təsir göstərəcək. Odur ki, narahat olmamaq üçün yeganə səbəb ya sizin pensiyaçı olmamanız, ya da ödənişlərdən tamamilə azad olduğunuzdan artıq əmin olmanızdır. Hər bir halda informasiyalı olmaq hər zaman xeyrinizədir. Gəlin real həyatdan bir neçə konkret nümunəyə baxaq. Nümunə 1. Tək yaşayan nənə Ayşə. Ayşə nənə 72 yaşındadır və tək yaşayır. Onun aylıq pensiyası 350 manatdır. Hər ay elektrik üçün 30 manat, qaz üçün 25 manat, su üçün 10 manat, məişət tullantıları və lift xərci üçün isə ümumilikdə 15 manat ödəyirdi. Yəni, cəmi 80 manat. Bu, onun pensiyasının təxminən 23%-ni təşkil edirdi. Aprel ayından etibarən qəbul olunan qərarla Ayşə nənə elektrik, qaz və su ödənişlərindən tamamilə azad edilərsə, məsələn, müəyyən həddə qədər, onun büdcəsində 30 plus 25 plus 10 bərabərdir 65 manat azad vəsait yaranacaq. Bu, 65 manat onun üçün dərman almağa, bəlkə də nəvələrinə kiçik bir hədiyyə almağa və ya sadəcə gündəlik xərclərini qarşılamağa imkan yaradacaq. Aylıq 350 manat pensiya ilə yaşayan bir insan üçün 65 manat çox ciddi bir rəqəmdir. Bu, onun yaşayış səviyyəsini birbaşa yüksəldir. Nümunə 2. Pensiyaçı ailə Məmmədovlar. Məmmədovlar cütlüyü, ər və arvad, hər ikisi pensiyaçıdırlar. Ümumi aylıq pensiyaları 700 manatdır, hərəsi 350 manatdır. Onların aylıq elektrik, qaz və su istifadəsi tək yaşayan nənə Ayşədən daha çoxdur. Onlar elektrik üçün 50 manat, qaz üçün 40 manat, su üçün 15 manat, digər kommunal xidmətlər üçün isə 20 manat ödəyirdilər. Cəmi 125 manat. Bu da onların ümumi pensiyasının təxminən 18%-ni təşkil edirdi. Əgər onlar da eyni güzəştdən yararlanırlarsa, yəni elektrik, qaz və su ödənişlərindən azad edilirlərsə, 50 plus 40 plus 15 bərabərdir 105 manat onların büdcəsində qalacaq. 105 manat 2 nəfər üçün həqiqətən də böyük bir köməkdir. Onlar bu vəsaitlə evə əlavə ərzaq ala bilər, qonaq qarşılaya bilər və ya sağlamlıq xərclərinə yönəldə bilərlər. Bu, onların hər ay hiss etdikləri maliyyə təzyiqini xeyli azaldacaq. Nümunə 3. Nisbətən yüksək pensiya alan Cəfər dayı. Cəfər dayının aylıq pensiyası 500 manatdır. Tək yaşayır, lakin evdə kondisioner, qızdırıcı və digər elektrik cihazlarından aktiv istifadə etdiyi üçün onun elektrik enerjisi xərci digərlərinə nisbətən daha yüksəkdir. O, elektrik üçün 45 manat, qaz üçün 30 manat, su üçün 12 manat və digərləri üçün 18 manat ödəyirdi. Cəmi 105 manat. Onun pensiyasının 21%. Əgər güzəşt ona da şamil edilirsə və eyni zamanda qəvər müəyyən istifadə limitləri təyin edirsə, Cəfər dayı bu limitlər daxilindəki istifadəsinə görə ödənişlərdən azad olunacaq. Məsələn, əgər elektrik enerjisi üçün azad etmə limiti aylıq 200 kWh-dırsa və Cəfər dayı 300 kWh istifadə edibsə, o zaman 200 kWh üçün ödəniş etməyəcək, lakin artıq istifadə etdiyi 100 kWh üçün ödəniş etməli olacaq. Bu halda da onun büdcəsində əhəmiyyətli bir məbləğ qalacaqdır. Əgər onun 45 manatlıq elektrik haqqının 30 manatına güzəşt şamil edilirsə, bu artıq onun üçün 30 manatlıq bir qənaət deməkdir ki, bu da az deyil. Odur ki, hətta yüksək istifadəsi olan pensiyaçıların da bu qərarla müəyyən dərəcədə rahatlaşacağı gözlənilir. Əsas hissə 2. Qaydalarda istisnalar, tələlər və qeyri-aşkar nüanslar. Hər bir qanunvericilik dəyişikliyində olduğu kimi, bu qərarda da müəyyən istisnalar, tələlər və qeyri-aşkar nüanslar mövcuddur ki, onlardan xəbərdar olmaq sizi gözlənilməz problemlərdən qoruya bilər. 1. İstifadə limitləri, kvota. Bu, bəlkə də ən vacib nüanslardan biridir.
Çox güman ki, pensiyaçılar ödənişlərdən tamamilə azad edilsələr də, bu azad etmənin müəyyən istifadə limitləri, kvotaları olacaqdır. Yəni, dövlət elektrik, qaz və ya suyun müəyyən bir həcminə qədər olan istifadəni öz üzərinə götürəcək. Məsələn, ayda 150 kWh elektrik enerjisi, 100 kubmetr qaz və ya 10 kubmetr su. Əgər sizin aylıq istifadəniz bu limitləri aşarsa, o zaman siz artıq istifadə etdiyiniz həcm üçün ödəniş etməli olacaqsınız. Bu, məntiqi bir yanaşmadır ki, insanlar enerjiyə qənaət etməyə həvəsləndirilsin və qərarın su istifadəsinin qarşısı alınsın. Bu limitlər haqqında dəqiq məlumatları utility providerlərindən və ya müvafiq dövlət orqanlarından əldə etmək vacibdir. 2. Qeydiyyatın vacibliyi. Güzəştlər avtomatik olaraq tətbiq edilməyə bilər. Bir çox hallarda pensiyaçılar bu güzəştlərdən yararlanmaq üçün müvafiq dövlət qurumlarına, məsələn, Sosial Müdafiə Nazirliyinin yerli şöbələrinə və ya kommunal xidmətləri göstərən qurumlara müraciət etməli və qeydiyyatdan keçməlidirlər. Bu proses adətən tələb olunan sənədlərin, şəxsiyyət vəsiqəsi, pensiya vəsiqəsi, yaşayış yerindən arayış, mülkiyyət hüququnu təsdiq edən sənədin təqdim edilməsini əhatə edir. Qeydiyyatdan keçmədikdə, hətta siz bu güzəştə layiq olsanız belə, sizə tətbiq edilməyə bilər. 3. Mülkiyyət hüququ və yaşayış yeri. Güzəştlər adətən pensiyaçının daimi yaşadığı və mülkiyyətində olan, yaxud qeydiyyatda olduğu ünvana şamil edilir. Əgər siz başqa bir ünvanda yaşayırsınızsa və ya mülk sizin adınıza deyilsə, məsələn, icarədə yaşayırsınızsa, bu güzəştlərdən yararlanmaq çətinləşə bilər. Bəzi hallarda güzəşt üçün yaşayış yerində pensiyaçının qeydiyyatda olması kifayət edir. Mülkiyyət hüququ vacib olmaya bilər. Lakin bu da yerli qanunvericilikdən asılıdır. 4. Digər gəlirlərin mövcudluğu. Nə qədər ki, əsas məqsəd pensiyaçıların sosial rifahını yaxşılaşdırmaqdır, bəzi hallarda dövlət yüksək gəlirli pensiyaçılar üçün istisnalar tətbiq edə bilər. Yəni, əgər pensiyaçının pensiyasından əlavə başqa mənbələrdən, məsələn, icarə haqqı, əlavə iş, yüksək gəlirləri varsa, o zaman bu güzəştlərdən tam həcmdə yararlanmaq hüququ məhdudlaşdırıla bilər. Bu, daha çox sosial ədalət prinsipini qorumaq məqsədi daşıyır. 5. Güzəştin müddəti. Aprel ayında ifadəsi güzəştin müvəqqəti, yəni sadəcə aprel ayına aid olduğunu, yoxsa aprel ayından etibarən daimi olacağını dəqiqləşdirməyi tələb edir. Əgər bu, bir dəfəlik bir aksiyadırsa, bu barədə məlumatda olmaq və ona uyğun planlar qurmaq lazımdır. Yox, əgər aprel ayından etibarən daimidirsə, bu zaman hər ay büdcənizə əhəmiyyətli bir rahatlama gələcəkdir. Hazırki məlumata görə, bu aprel ayından etibarən daimi tətbiq olunacaq bir dəyişiklikdir. Yəni, bu aydan başlayaraq hər ay bu güzəştdən yararlana biləcəksiniz. Lakin yenə də rəsmi mənbələrdən də dəqiqləşdirmək vacibdir. 6. Birdən çox pensiyaçı yaşayan evlər. Əgər bir evdə 2 və ya daha çox pensiyaçı yaşayırsa, güzəşt hər bir pensiyaçıya ayrılıqda şamil olunurmu, yoxsa mənzilə ümumilikdə bir dəfə tətbiq edilirmi? Bu da qeyri-aşkar nüanslardan biridir. Adətən belə güzəştlər mənzilin hər bir sakininin sosial statusundan asılı olmayaraq mənzilin özünə tətbiq edilir, lakin müəyyən yaşayış limitləri daxilində. Məsələn, ailənin hər bir pensiyaçı üzvünün güzəştindən faydalana biləcəyi hallar da ola bilər ki, bu da ailəyə daha böyük bir kömək deməkdir. Bütün bu nüansları nəzərə alaraq, məsləhət görürəm ki, sizə ən yaxın Sosial Müdafiə Nazirliyinin şöbəsi ilə əlaqə saxlayın, yaxud da kommunal xidmətləri göstərən qurumların, məsələn, Azərishiq, Azərsu, Azərqazın müştəri xidmətlərinə zəng edib dəqiq məlumatları əldə edəsiniz. Məlumatın dəqiqliyi və aktuallığı çox vacibdir. Praktik məsləhətlər, izləyici nə etməlidir? İndi isə gəlin ən vacib hissəyə, yəni konkret olaraq hansı addımları atmalı olduğunuz barədə danışaq. Bu güzəştdən tam şəkildə yararlanmaq üçün aşağıdakı addımları izləməyiniz tövsiyə olunur. Addım 1. Qərarın rəsmi mənbələrdən təsdiqini tapın. İlk növbədə bu qərarın rəsmi olaraq qəbul edildiyini və dəqiq qaydalarını öyrənin. Bunun üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ESM-ni rəsmi veb saytına daxil olun, yaxud onların qaynar xəttinə zəng edin.
Eyni zamanda kommunal xidmətləri təmin edən qurumların Azərishiq, Azərqaz, Azərsu rəsmi elanlarını və ya müştəri xidmətləri ilə əlaqə saxlayın. Orada siz güzəştlərin hansı xidmətlərə aid olduğunu, hansı istifadə limitlərinin tətbiq edildiyini və hansı sənədlərin tələb olunduğunu dəqiq öyrənə biləcəksiniz. Bu, sizi yanlış məlumatdan və ya şayələrdən qoruyacaqdır. Addım 2. Zəruri sənədləri toplayın. Güzəştdən yararlanmaq üçün sizə müəyyən sənədlər lazım olacaq. Adətən bunlar aşağıdakılardır. Şəxsiyyət vəsiqənizin əsli və surəti. Pensiya vəsiqənizin əsli və surəti. Bu, sizin pensiyaçı statusunuzu təsdiqləyən əsas sənəddir. Yaşayış yerindən arayış, qeydiyyatda olduğunuzu təsdiqləyən. Bunu yerli icra hakimiyyəti orqanlarından və ya vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin asan xidmət müvafiq mərkəzlərindən əldə edə bilərsiniz. Mülkiyyət hüququnu təsdiq edən sənəd, evinizin çıxarışı, alqı-satqı müqaviləsi və s. Əgər mülk sizin adınıza deyilsə, lakin siz orada qeydiyyatdasınızsa, bu zaman yaşayış yerindən arayışın bəzən kifayət etməsi mümkündür. Lakin yenə də bunu dəqiqləşdirmək lazımdır. Son kommunal ödəniş qəbzlərinin surətləri. Bəzi hallarda xidmət təminatçıları sizin cari borcunuzu və ya ödəniş tarixçənizi yoxlamaq üçün bunları tələb edə bilərlər. Addım 3. Müraciət edin. Hara getməli? Sənədləri topladıqdan sonra siz müvafiq quruma müraciət etməlisiniz. Bu qurum adətən yaşadığınız ərazidəki Dövlət Sosial Müdafiə Fondu, DSMF şöbəsi və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli filialları olacaq. Müraciət etmək üçün DSMF-in yerli şöbəsinə gedin. Burada sizə müraciət formasını doldurmaqda kömək edəcəklər. Məhsul şəxsə məqsədinizi aydın şəkildə bildirin. Pensiyaçılar üçün kommunal ödəniş güzəştlərindən yararlanmaq istəyirəm. Asan xidmət mərkəzləri. Bir çox sosial xidmətlər artıq asan xidmət mərkəzlərində də əlçatandır. Bu mərkəzlər sizin üçün sənədləşmə prosesini daha rahat edə bilər. Oradakı operatorlara müraciət edə. Elektron müraciət. Əgər elektron dövlət portalı vasitəsilə müraciət etmək imkanı varsa, bu variantdan da istifadə edə bilərsiniz. Bu, adətən daha sürətli və daha az əngəlli bir yoldur. Lakin əmin olun ki, bütün tələb olunan sənədləri elektron formada düzgün yükləyə biləcəksiniz. Addım 4. Ərizə yazın. Nə yazmalı? Müraciət edərkən sizə bir ərizə forması təqdim ediləcək. Bu ərizədə adətən aşağıdakı məlumatlar öz əksini tapmalıdır. Özünüz haqqında məlumatlar. Ad, soyad, ata adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, fərdi identifikasiya nömrəsi, FIN. Yaşayış ünvanınız və əlaqə telefonunuz. Pensiya vəsiqənizin nömrəsi və verilmə tarixi. Müraciətin mahiyyəti. Azərbaycan Respublikası hökumətinin pensiyaçılar üçün kommunal ödənişlərdən azad etmə haqqında qərarı əsasında mənim yaşayış ünvanıma aid olan elektrik enerjisi, təbii qaz və su təchizatı xidmətləri üzrə güzəştlərin tətbiq edilməsini xahiş edirəm. Tələb olunan sənədlər ərizəyə əlavə olunur. Tarif və imza. Əgər ərizə forması sizə aydın deyilsə və ya doldurmaqda çətinlik çəkirsinizsə, mütləq qurumun əməkdaşlarından kömək istəyin. Onlar sizə bələdçi olmalı və ərizəni düzgün doldurmağınıza dəstək olmalıdırlar. Addım 5. Təsdiqlənməni gözləyin və qəbzləri yoxlayın. Müraciət etdikdən sonra sizin müraciətinizə baxılacaq və qərar veriləcək. Bu proses müəyyən vaxt apara bilər. Sizə müraciətinizin statusu haqqında məlumat verilməlidir. Güzəşt təsdiqləndikdən sonra sizə yeni ödəniş qəbzləri gəlməlidir ki, orada artıq güzəştlər nəzərə alınmış olsun. Hər ay gələn qəbzləri diqqətlə yoxlayın. Əmin olun ki, güzəştlər düzgün tətbiq olunur və sizdən güzəştə daxil olan xidmətlər üçün heç bir artıq ödəniş tələb olunmur. Əgər hər hansı bir uyğunsuzluq görsəniz, dərhal müvafiq xidmət təminatçısı ilə əlaqə saxlayın və vəziyyəti izah edin. Unutmayın ki, bu prosesdə səbirli olmaq və bütün tələblərə uyğun hərəkət etmək vacibdir. Bütün sənədlərin tam və dəqiq təqdim edilməsi prosesi sürətləndirəcəkdir. Hər hansı bir anlaşılmazlıq və ya çətinliklə qarşılaşsanız, hüquqi məsləhət almaqdan çəkinməyin.
Nəticə və son çağırış. Hörmətli izləyicilər, bugün biz pensiyaçılarımızı birbaşa maraqlandıran həyati əhəmiyyətli bir qərarı ətraflı şəkildə araşdırdıq. Gördüyünüz kimi, aprel ayından etibarən pensiyaçılarımız kommunal ödənişlərin müəyyən hissəsindən, bəzi hallarda isə tamamilə azad edilirlər. Bu, dövlətimizin pensiyaçılarımızın sosial rifahını yüksəltməyə yönəlmiş böyük bir addımıdır və onların büdcəsinə əhəmiyyətli dərəcədə rahatlama gətirəcək. Biz bu qərarın mahiyyətini, əvvəllər necə olduğunu və indi nəyin dəyişdiyini, kimin bu güzəştdən yararlana biləcəyini, hansı istisnaların və nüansların olduğunu, ən əsası isə praktiki olaraq hansı addımları atmağınız lazım olduğunu detalları ilə müzakirə etdik. Unutmayın ki, məlumatlı olmaq və vaxtında hərəkət etmək bu güzəştdən tam şəkildə faydalanmağınız üçün açardır. Bu məlumatların sizin üçün dəyərli olduğunu ümid edirəm. İndi sizdən xahişim, bu xəbəri ətrafınızdakı bütün pensiyaçı qohumlarınıza, dostlarınıza, tanışlarınıza çatdırmağınızdır. Bu videonu onlarla bölüşün, çünki bu onların həyatına müsbət təsir edə bilər. Siz bu qərar haqqında nə düşünürsünüz? Sizcə bu qərar pensiyaçılarımızın həyatında nə kimi dəyişikliklər yaradacaq? Aşağıdakı şərhlər bölməsində öz fikirlərinizi, suallarınızı və təcrübələrinizi yazın. Hər bir şərhinizi oxuyacaq. Videonu bəyənməyi unutmayın və əlbəttə ki, gələcəkdə belə faydalı məlumatları qaçırmamaq üçün kanalıma abunə olun. Sağ olun və sağlam qalın.